Salam. Sizə şikayət edən Ağdaş rayonu Dəhnəxəlli kəndi Məhrəmov Eyşan Feyruzoğlu. Sizə şikayət eləməkdən məqsədim 3 oğul bir qız atasıyam. 3 oğul bir qız atasıyam. Nə uşaq pulu almıram, nə də sosial yardım almıram. Uşaq puluna gedirəm, mənə deyirlər ki, get hava qaldı uşağın olarsa gələrsən. Sosial yardıma da yerəm, təhkür eləyirlər, ora göndərirlər, bura göndərirlər. Mən də devlətdən gəlirim, 250 manat özümədir, 250 manat özümədir, 250 manat bu xəstə uşağımadır, 120 manat baxımıdır, 50 manatı evə müəllimə gəlməkdir. 650-670 manat pul alıram. Mən də öləm sizsiz. İlham Əliyev cənabları, Mehriban xanım Əliyev cənabları, mən də öləm sizsiz. Siz özünüz 670 manatla dolana bilərsinizmi? Siz özünüz 670 manatdan dolana bilərsiniz. 3 oğul bir qız atasıyam. 6 baş kübrədəm. Mən Azərbaycan Respublikasının xalqın qalibliyi İlham Əliyev cənablarına